Bu dəfə sizə qısaca Paris səfərimdən xülasə. Şükür. Selamlar. Nasılsınız? Darıxmışsınız mənim üçün qızlar? Ayşe, sən fransızca da biliyor musun? Əlbəttə. Ayşe xan, bir də zəhmət olmasa. Əsas odur ki, sənin peçatın vuruldu. Yes, I'm in Paris. Tur bələdçim, nereye gidiyoruz? Biz gedirik Notre Dame kilsəsinə. Acına, susuzuna xəbəriniz olsun. Siz 5 kilo arıqlayacaqsınız. Yəni gedəndə yanımızda zəhməti yeməyi götürün. Oui, madame, oui. Getdi yenə. Başını götürdü, getdi yenə. Demişdim ki, mən gəlinə qədər bitirim qutarım. Bax, belə bir göstəriş vermişdim. Sözə qulaq Əməl asan yoxdur. Sıranın axırını axtarmaq lazım deyil. Bax, gəl buradan, aradan gediylə. Cəmaata necə sataşırsan bax. Sənə görə cəmaat qalxdı getdi. Firay, nə edəcəksən? Burada hali. Bu əcnəbiləri heç tutmaq olmur. Biri arxada bax, üzünü bağlayır. Diğeri isə görür ki, video çəkirəm, kameraya əl sallayır. Bu köpək qızlarına soyuq deyil. Ay Allah, Ayşir, ay Ayşir. Yəni bəs də deyindi. Sabirinlə bu ölkəyə gətirənin başına daş düşdü. Daş düşdü deyil, həm namus qalıb çöllərdə. Hanı mənim yufqam? Hanı mənim təsbihim? Hanı mənim Sabina kimi lukum? Və yoxdur, mən nəsə bu konsertə gedirəm. Yenə də metro. Yenə də bu hörümçək toru. Axı mənim bu metronla bağlı psixoloji travmam var idi. Get Qaradərli yanına, get. Mənim ki, Səni gəzdirsin. go to metro station. Yəni ki, metro stansiyasına gediyinə. Ayşe, bax qırmızıya keçirlər. Heç birdən də deyil. Yaşında keçəcəm. Gəldi çıxdı nəhayət. Gəldim, çıxdım. Ora girmə, hara girirsən? Bir dəfəlik girirsən deyəsən içəri. Siz o xanımı tanıyırsınız. Mən o xanımı tanımam. Amma oturmaq məcburiyyətindəsiniz. Bəli, məcburiyyətin qaydası belədir də bura. Ofisantka gəlir. Yediyilərinizi hamısını da buraya yazır. İcazə vermir. Bir dənə öyrənin bu fransız dilini, bu paxıl qız. Ayşe mənə İlbiz sifariş verir. Amma Krasotka filmi yadıma düşdü. Hatırlayırsın İlbiz'i belə götürən evinə uçub getmişdi harasa. Get, qalxma, get. Qalxma, tez, get, maşın gəldi, get. Qalxma, get. Eyfel'i daha güzel hardan izlemiyorlar? Bak hele buradan. Hareket geldi. Gittik. Bira deyib ki, çək. Mən də çəkirəm. Necədir bu qədimski güzgülərdən? Vaxtilə krallar bu güzgülərə baxırdı. İndi isə biz baxırıq. Ay, o elə olmaz. Dəcəlliyə, onu çıxart. Hoqqa vermə. Yaxşı işləmək yoxsa danışdıq. Yəni ki, Avropanın yaxşı tərəfi də var, pis tərəfi də var. Demək, blok bax belə cığır. Buradan da at keçib. Yes. Bəzən yaxşı tərəflərini göstəririksə, arada bir xoşa gəlməz, qarşılaşdığımız nöqsanları da düşünürəm ki, sizinlə paylaşmaq gərəkdir. Ayşe mənə yorub, indi mənə yazdı. Mən